Salam, hər vaxtınız xeyir olsun, əziz kanal izləyiciləri və əziz altıncılar. Bildiyimiz kimi bugün 18 may 6-cı siniflər üçün monitorinq imtahanı keçirildi və həmin imtahana düşmüş riyaziyyat suallarının izahını sizinlə paylaşacağım. İzaha keçməzdən əvvəl sizinlə bir elanı paylaşım ki, bizim yeni tədris ili üçün tam sıfırdan açılacaq onlayn hazırlıq qruplarımıza qeydiyyat davam edir. Dərslərlə bağlı ətraflı məlumat almaq üçün aşağıda qeyd etdiyim nömrə ilə əlaqə saxlaya bilərsiniz. İndi isə keçək sualların izahına. Deməli, 51 nömrəli tapşırıqda yazıb ki, Cəmil dayının çiçəklərini əkdiyi düzbucaqlı formadakı bağçanın eni 15 metr, uzunluğu 25 metrdir. O, bağçanın enini artırmaqla onu kvadrat formalı etmək istəyir. Bu halda bağçanın sahəsi neçə kvadrat metr artacaq? Əvvəlcə mən bağçanın ilkin sahəsini tapsam, yəni əvvəlki sahəsini tapmış olsaq, əvvəlki bağçamız düzbucaqlı formasında olub, eni 15 metr və uzunluğu da 25 metr olub. Sahəsini tapmaq üçün 15 vurulsun 25-ə bərabər olacaq. Sonraki sahəsi isə deyir ki, bunun enini artırıb kvadrat formalı eləyir. Uzunluğu 25 metr olduğuna görə eni 15 metrin də 25 metrə gətirməli. Yəni bunun enini də 10 metr artırmalıyam. Yeni bağçamız, yəni bu birinci bağça olsun. İkinci alınan bağçamızın sahəsi isə kvadrat formalı olacağına görə sahəsi 25 vurulsun 25 olacaq. Və məndən nə qədər artacaq soruşduğuna görə əvvəlki sahədən, yəni 15 vurulsun 25-dən çıxmalıyam. Daha doğrusu əvvəlki sahəmiz, 15 vurulsun 25-dən çıxmalıyıq. Neçə kvadratmetr artacaqdır? Bəli, sonraki sahədən, üzr istəyirəm. Sonraki sahədən çıxmalıyam əvvəlki sahəni. Artdığına görə aydın məsələdir ki, böyükdən kiçik çıxmalıyıq. Yəni 25 vurulsun 25-dən çıxacam 15 vurulsun 25-i. Və buradan 25-i ortaq vuruq ki, mötərizə xaricinə çıxarsaq, mötərizənin içərisində qalacaq 25 çıxılsın 15. Bu da bərabər olur 25 vurulsun mötərizənin içərisi 10-a bərabər olur. 25-i də ona vuranda olur 250 kvadrat metr. Deməli, birinci tapşırıqda 51 nömrəli sualda cavabımız olur C variantı. 52-ci sualdan davam edir. Bizə deyir ki, x və y düz mütənasib kəmiyyətlərdir. Cədvələ əsasən a plus b cəmini tapın. Biz bilirik ki, düz mütənasib kəmiyyətlərin asılılığı y bərabərdir kx şəklindədir. Və cədvələ baxsaq görərik ki, x 12 olanda y 36 olduğuna görə, deməli bizim bu funksiyamız y bərabərdir 3x şəklindədir. Çünki x-ə 12 verəndə y-imiz 36 qiymətini alıb. Və digər sətirlərə də baxsaq, sütun üzrə cədvəlin ikinci sütununa baxsaq, x 25 verib və y-in qiymətini a-ya bərabərləşdirib. A-nı tapmağım üçün x-in yerine 25 qoyacağım, 3 vur 25 olacaq, a-mız bərabər olur 75-ə. Daha sonra üçüncü sütunda isə y-i 63-ə bərabərləşdirib x-ə neçə verildiyini tapmalıyıq. Yəni 63 bərabər olacaq 3 vurulsun x-ə b qiymətini veriblər. Buradan b-ni tapsaq 63 bölünsün 3 21 olacaq. Mən həm a-nı həm b-ni tapdığıma görə artıq a plus b cəmini də rahatlıqla tapa bilərəm. Cavabımız olur 96. 52-ci sualda cavab olur A variantı. Keçid alaq 3-cü suala. 53-cü suala yazıb ki, sadələşdirin. İfadəmiz bu şəkildədir. Mənfi 3 vurulsun mötərizədə A çıxılsın 2B. Üzərinə gəl 4 vurulsun mötərizədə A plus 5B ifadəsini sadələşdirməli. Əvvəlcə bu mənfi 3-ü mötərizənin içərisinə vurub atsaq, olacaq mənfi 3A. Üzərinə gəl 6B. Üzərinə gəl sağ tərəfi də ikinci mötərizəni də vurub atsaq, 4A üzərinə gəl 20B olacaq. Oxşar toplananları islah aparsaq, mənfi 3A-nın üzərinə 4A gələndə müsbət A-ya bərabər olur. 6B-nin üzərinə də 20B gələndə olur 26B. Deməli, cavabımız olur A plus 26B, B variantı. Davam eləyək 54 nömrəli tapşırıqla. Yazıb ki, Samirin həftə ərzində ekran qarşısına keçirdiyi vaxt diaqramda təsvir olunmuşdur. Samir həftənin neçə günündə ekran qarşısında 1 saatdan çox vaxt keçirmişdir. Baxın, bu diaqrama baxsaq görərik ki, bazar ertəsi 0,5 saat vaxt sərf edib. Bu 1 saatdan azdır. Çərşənbə axşamı da 1 saatdan az və çərşənbə günlərdə 1 saatdan az vaxt sərf edib. Yerdə qalan digər 4 gündə cümə axşamı, cümə, şənbə və bazar günlərində isə ekran qarşısına keçirdiyi vaxt 1 saatdan çox olduğuna görə bizdən həmin günlərin sayını soruşur. Cavabımız olur 4C variantı. 55-ci suala baxaq. 55-ci sualda bizə x və y-in qiymətlərini verib, a-mız bərabərdir 2x plus y-ə. X-in yerinə 4, y-in yerinə mənfi 3 qoysam, olacaq 2 vur 4 çıxılsın 3. A-mız deməli 5-ə bərabər olur. B-nin qiymətini hesablasaq, B-miz 3x çıxılsın y-dir. X-in yerinə 4, 3 vur 4, çıx mənfi 3 artıq üzərinə gəl 3 olur. B-miz də 15-ə bərabər olur. Və C-nin də qiymətini hesablasaq, C-miz x vur y hasilinə bərabərdir. 4 vur mənfi 3, cavabımız olur mənfi 12. Müqayisə etsək, bunları ən böyüyü B-dir, daha sonra A-dır və ən kiçiyi də C olmuş olacaqdır.
Cavab olur burada A variantı. 55-ci suala cavab A variantıdır. 56-cı suala baxaq. Şəkildəki yarımçevrə eni 5 sm olan düzbucaqlının tərəfinə toxunur. Buna görə yarımçevrənin diametrini tapın. Yarımçevrənin mərkəzi burada olsa, bu düzbucaqlının eni 5 metr olduğuna görə, deməli bu yarımçevrənin radiusu da 5-dir. Radiusu 5 olduğuna görə yarımçevrənin diametri, biz bilirik ki, diametr radiusun 2 mislinə bərabərdir, olur 10. Deməli 56-cı suala cavab olur D variantı. 57 nömrəli tapşırığa baxaq. Düzbucaqlı formasındakı bağçanın eni 18 metr, uzunluğu isə 24 metrdir. Bu bağçanın ətrafına bərabər aralıqda ən az neçə ağac əkilə bilər? Bunun üçün düstur var. Biz əkilə biləcək ağacların sayını tapmaq üçün bağçanın perimetrini bölərik həmin bağçanın eni ilə uzunluğunun əbobuna. Yəni 18 və 24-ün əbobuna böləcəm. Perimetri bərabər olur neçəyə? P bərabər olacaq nəyə? 2 vurulsun 18 plus 24. Yəni 84-ə bərabər olur bu bağçanın perimetri. 84-ü bölməliyəm 18 ilə 24-ün əbobuna. Yəni 6-ya. 84-ü də 6-ya böləndə cavab olur 14. Deməli, ən az 14 ağac əkilə bilər. Davam elə 58 nömrəli tapşırıqla. Zeynəb kitab oxumağa başladı. O birinci gün kitabın 40 səhifəsini, ikinci gündən başlayaraq isə hər gün 14 səhifə oxudu. Aşağıdakı riyazi ifadələrdən hansı Zeynəbin x gün sonra oxuduğu səhifə sayını ifadə edir? Əvvəlcə 40 səhifəsini oxuyub, 40 üzərinə gələcəm. Artıq ikinci gündən başlayaraq 14 səhifə oxuyub və olacaq nə? 14 vurulsun x gün ərzində. Artıq birinci günü oxumuşduq 40 səhifə, digər günlər üçün x-1 qalır. Cavabımız olur 40 üzərinə gəl, 14 vurulsun x-1. D variantı. Baxın, bir də deyirəm, 40 səhifəsini artıq birinci gün oxuyub, ikinci gündən başlayaraq növbəti günlər isə hər gün 14 səhifə oxuyub. Hansıdır ki, Zeynəbin x gün sonra oxuduğu səhifə sayını ifadə edir? Birinci gün artıq 40 səhifəsini oxuyub, yerdə qalır x-1 gün. 14-ü də vururam, digər günlərdə oxuduğu səhifələrin sayı çünki 14-ə bərabərdir. 14-ü vururam x-1-ə. 59-cu suala baxaq. Deyir ki, iki velosipedçi ayrı-ayrı şəkildə təsvir olunan dairəvi yolda hərəkət edirlər. Bu iki dairənin mərkəzləri arasındakı məsafə 75 metrdir. Birinci yolun radiusu 30 metr, ikinci yolun radiusu isə 20 metrdir. Aşağıdakilərdən hansı doğrudur deyir. Baxın, birinci yolun radiusu bura 30 metrdir, bura 20 metrdir. Bunların mərkəzləri arasında məsafə 75 metr olduğuna görə, deməli bu iki çevrənin arasında qalan bu məsafə, bu isə 25 metrə bərabərdir. Və bizdən indirik ki, iki velosipedçi bir-birinə ən az 20 metr məsafəyə qədər yaxınlaşa bilər. Xeyr, bu çevrələr arasındakı ən qısa məsafə bu 20 metrdir. Hər iki velosipedçi bu nöqtələrdə olduqda, onlar arasındakı məsafə 20 metr olur. Ona görə A variantı yanlışdır. B variantı da yanlışdır. Çünki heç vaxt bu velosipedçilər arasındakı məsafə 10 metr ola bilməz. C variantı bizim doğru cavabımızdır. Çünki bu velosipedçilər burada, biri burada olanda onlar arasındakı məsafə olacaq 125 metr. Nəyə görə? Çünki bu mərkəzlər arasındakı məsafə 75 metrdir. Buradan burada bir 30 var, radiusdur çünki. Və buradan burada bir 20 metrimiz var bizim. 75 üzərinə gəl, 30 üzərinə gəl, 20. Cavab olur 125 metr. Ona görə də cavabımız burada C variantı olur. Davam eləyək 60 nömrəli tapşırıqla. Deməli, kvadrat formalı zərfin bir üzünün sahəsi 100 kvadrat santimetrdir. Baxın, kvadrat formalı bir zərfim var mənim. Bunun deməli tərəfi, yəni eni və uzunluğu 10 santimetrə bərabərdir. Və bu zərfin üzərinə dairə formalı disk yerləşdirilir. Disk bilir ki, dairə formasında olur və bizdən bu diskin sahəsi ən çox neçə kvadrat santimetr ola bilər soruşulur. Bu zərfin üzərinə belə bir disk yerləşdirsək biz, bu disk dairə formasında olduğuna görə bu dairənin sahə düsturu bilirik ki, S bərabər olur pi r kvadratı ilə hesablanır və bizdən pi-nin qiymətini 3 verib, olacaq 3 vurulsun r kvadratı. 3 vurulsun n kvadratı ilə hesablanacaq. Və indi variantlara baxsaq, bu diskin sahəsi 92 ola bilməz. Çünki 3r kvadratını 92-yə bərabərləşdirəndə r tam ədəd alınmır. Burada cavabımız bizim 75 kvadrat santimetrdir. Çünki bunu 75-ə bərabərləşdirəndə buradan r kvadratı 25 olur və r-in tam qiyməti alınır. Yəni r bərabər olur 5 santimetrə. Ona görə də cavabımız burada D variantıdır. 61 nömrəli suala baxaq. Gülzar xanım 5 nəfərlik ailəsinin bir həftəlik meyvə ehtiyacı üçün bazardan müxtəlif meyvələr aldı. Onun aldığı meyvələrin miqdarları və qiymətləri haqqında məlumat aşağıda verilmişdir. Bu ailədə adam başına düşən bir həftəlik meyvə ehtiyacının xərci orta hesabla neçə manatdır?
3 kiloqram alma alıb hər kiloqramı 1 manat 20 qəpikdən eləyir 3 manat 60 qəpik. Daha sonra 2 kiloqram mandalin alıb hər kiloqramı 1 manat 50 qəpikdən eləyir 3 manat. Daha sonra 2 kiloqram portağal alıb hər kiloqramı 1 manat 60 qəpikdən eləyir 3 manat 20 qəpik. 1 kiloqram armud alıb hər kiloqramı 1 manat 80 qəpikdən olduğuna görə elə olur 1 manat 80 qəpik. 1 kiloqram kivi hər kiloqramı da 2.90-dandır. Bu da elə olur 2 manat 90 qəpik. Ümumi xərclədiyi pulu toplasaq eləyir 9 manat 50 qəpik. Və məndən 5 nəfərlik ailəsi üçün bu qədər miqdar sərf elədiyinə görə, məbləğ sərf elədiyinə görə orta qiyməti tapmağım üçün bu 9 manat 50 qəpiyi ailə üzvlərinin sayına, yəni 5-ə böləcəm. Bu da eləyir neçə? Daha doğrusu burada bunlar toplayanda burada uşaqlar üzülürsən 14 manat 50 qəpik eləyir. 14 manat 50 qəpik eləyir. Və 14 manat 50 qəpiyi də 5 nəfər arasında böləndə hərəyə 2 manat 90 qəpik düşür. Deməli cavabımız olur burada C variantı. 62-ci suala baxaq. Yazıb ki, tənliyi həll edin. 2 vurulsun mötərizədə x-5 plus 7 bərabərdir 14-dür. Buradan 2 vurulsun x-5 ifadəsinin qiyməti bərabər olur 14 çıx 7-yə, yəni 7-yə. x-5 ifadəsinin qiyməti bərabər olmalıdır 7 bölü 2-yə, yəni 3,5-ə. X-i də buradan tapsaq 8,5-ə bərabər olur. Deməli 62-ci suala cavab olur B variantı. 63-cü suala baxsaq, sadə bir sualdır. Ədəd oxunda 72,353 onlu kəsiri hansı natural ədədə daha yaxındır? 73-ə təbii ki, cavab olur burada B variantı. 64-cü suala baxaq. 2012-ci ildə bir mağazalar şəbəkəsinin 7 filialı var idi və bundan sonra hər il 4 yeni filial açıldı. Digər mağazalar şəbəkəsinin isə, bu birinci mağazalar şəbəkəsi olsun, bu da ikinci. Digər mağazalar şəbəkəsinin isə 13 filialı var idi və bundan sonra hər il 2 yeni filial açıldı. Və 2012-ci ildən etibarən neçə il sonra bu iki şəbəkənin filial sayı eyni oldu. Mən illərin sayını x-dən götürsəm, birinci filial şəbəkəsində, mağazalar şəbəkəsində hər il 4 yeni filial açıldığına görə 7 üzərinə gəl 4x şəklində olacaq. İkinci mağazalar filialında isə, şəbəkəsində isə hər il deməli 2 yeni filial açılıb. Ona görə 13-ün üzərinə gələcəm. X ildən sonra 13 plus 2x sayda burada filial olacaq. Və bizdən də ki, bu filialların sayı eyni oldu. Yəni 7 plus 4x ifadəsini bərabərləşdirəcəm 13 plus 2x-ə. Bunu həll eləməyə ehtiyac yoxdur. Onsuz da bizdən elə ifadə şəklində istəyir. Cavab olur burada A variantı. 64 sualda cavab A variantı olur. 65-ci suala baxaq. Lalədir ki, lövhədə qeyd olunan ədədi 201-ə vurmalı idi. Lakin o sıfırı unudaraq hesablamada 201 əvəzinə 21 yazdı və nəticədə 378 aldı. Əvvəlcə biz Lalənin hansı ədədə vuracağını tapaq onu. Lalə məsələn tutaq ki, x-i 201-ə vurmalı idi, amma 21-ə vurub 378 aldı. Yəni x vurulsun 21, 378 aldı. Buradan x-i tapsaq, x-imiz bərabər olur neçəyə? 168, 18-ə. 18-ə bərabər oldu. Lalə hansı nəticəni almalı idi? Yəni o ilkin şərtə əsasən 201-ə vurmalı idi. Yəni 18-i. 201-i vuracam 18-ə. Buradan alınır ki 3618. Cavab burada D variantı olur. 65-ci suala baxaq. Vüqar deyir ki 5 manat pul xərcləsə onun qalan pulu 9 manatdan çox 12 manatdan az olacaq. Vüqarın pulunu y-lə işarə eləsək, o 5 manat xərcləsə 9-dan çox, yəni y-5 pulu qalacaq. 12-dən az olacaq. Sadə bir sualdır. Y-5 böyük olur. 2 qat bərabərçilik şəklində A variantında göstərilmişdir. Deməli 67-ci sualda yazıb ki, şəkildə ortaq hissəyə malik ölçüləri 8 və 10, 12 və 9 formalı olan düzbucaqlar təsvir edilmişdir. Açıq boz rəngli hissənin sahəsi 93 kvadrat santimetr olarsa, tünd boz hissənin sahəsini tapın. Və burada fikir verin, uzunluğu 12 santimetrdir, eni 9 santimetrdir. Bunun ümumi sahəsi olmalı idi 12 vur 9, yəni neçə? 108 kvadrat santimetr. Amma buranı bizə 93 kvadrat santimetr verdiyinə görə, deməli bu ağ rəngli hissəmizin sahəsi 108 çıx 93-ə bərabər olacaq. Yəni 15 kvadrat santimetr olacaq. Və məndən bu tünd boz rəngli hissənin sahəsini istəyir. Ümumi bu düzbucaqlığının sahəsini tapsam 8 vur 10 olmalıdır, yəni 80 olmalıdır. 15-i bu açıq rəngli hissədirsə, bu tünd boz rəngli hissə içində qalır 80 çıxılsın 15, yəni 65 kvadrat santimetr. Maraqlı sual idi, cavab D variantıdır. 68-ci suala baxaq. Gəmiyə hər birinin çəkisi 2 ton olan metal bloklar yüklənməlidir. Yüksüz gəmi 50 tondur.
Təlimata əsasən gəminin suyun üzərində qala bilməsi üçün yüklə birlikdə ümumi ağırlığı 75 tondan az olmalıdır. Bunu aşağıdakı bərabərliklərdən hansı ilə ifadə etmək olar? 50 ton yüksüz gəminin kütləsidir. Hər birinin kütləsi 2 ton olan x sayda metal blok yükləsə, ümumi gəminin kütləsi olacaq 50 plus 2x. Və şərtə əsasən bu 75 tondan az olmalıdır. Sadə bir sualdır. Olur cavabımız burada 50 üzərinə gəlir 2x kiçik olmalıdır 75-dən D variantı. 59-cu suala baxaq. Aşağıdakılardan hansılar iki düz xəttin kəsişməsindən alınan bucaqların ölçüləri ola bilər? Biz bilirik ki, iki düz xəttin kəsişməsindən 4 dənə bucaq yaranır burada. 1, 2, 3, 4. Onlardan 1 və 3, 2 və 4 bir-birinə qarşılıqlı bucaqlardır. Onlar birbirine bərabər olur və qonşu bucaqlarına cəmi 180 dərəcəyə bərabər olmalıdır. Bu şərti ödəyən variant da C variantıdır. Məsələn, bura 40, bura 140, bura 40, burada 140 ola bilər. Yəni, ən əsası bunların dördünün də cəminin 180 dərəcəyə, daha doğrusu üzr istəyirəm, 360 dərəcəyə bərabər olmasıdır. Və bir də bu dediyim şərt ödənməlidir. Qarşılıqlı bucaqlar birbirine bərabər olmalıdır və qonşu bucaqlarına cəmi 180 dərəcəyə bərabər olmalıdır. 70-ci sualdan davam edir. Aşağıdakı fiqurlardan hansıların 4 simmetri oxu var? A variantdakı şəklə baxsaq, baxın bunun bir simmetri oxu belə olacaq. İkinci simmetri oxu belə olacaq. Yox, bircə dəqiqə. Burada aşağıdakı fiqurlardan hansıların 4 simmetri oxu olduğunu soruşur bizdən. Məsələn, A variantına baxsaq, bir simmetri oxu bu şəkildə olacaq. Deməli, belə diagonal üzrə olacaq. Bu bunun birinci simmetri oxu. İkinci simmetri oxu belə olacaq. Bunun 2 dənə simmetri oxu olur. Ona görə variantlardan A-ları çıxarıq. B variantında bunun da simmetri oxuların sayı 4 dənə deyil. Çünki bunun 4 dənə simmetri oxu yoxdur, yəni ki. B-ni də çıxırıq, cavabımız qalır C ilə D. Cavab D variantı burada. D-nin baxın, həqiqətən də 4 dənə simmetriya oxu var. Həmçinin C variantında bir bu şəkildə keçir, biri bu şəkildə keçir, ikisi də diagonal üzrə keçir. Cavabımız C və D variantı olur. 71-ci suala baxaq. Bir bağban öz planına əsasən əlindəki məftil toru istifadə edərək hər tərəfi 12 metr olan bərabər tərəfli üçbucaq formalı bağçanın ətrafına hasar çəkə bilər. Daha sonra bağban fikrini dəyişərək bağçanın kvadrat formalı olmasına qərar verdi. Bu zaman o eyni məftil toru istifadə etməklə kvadrat formalı bağçanın ətrafına hasar çəkdi. Kvadrat formalı bağçanın sahəsi neçə kvadrat metr oldu? Əvvəlcə tərəfi 12 metr olan bərabər tərəfli üçbucaq formalı bağça idi. Bunun nə qədər tor istifadə edəcəyini hesablasaq, perimetri olacaq da, yəni 36 metr olmalıdır. Və bizdən deyir ki, daha sonra bağban fikrini dəyişərək bağçanın kvadrat formalı olmasına qərar verdi. Bu zaman eyni məftil toru istifadə etməli. Eyni məftil toru istifadə etməsinə görə, dediyinə görə burada yenə 36 metr istifadə etməli. Yəni kvadrat formalı olacağına görə bunun tərəfi 9 metr olmalıdır. 9 metr olmalıdır ki, bunun ətrafına mən hasar çəkəndə yenə 36 metrə bərabər olsun. Məndən bu kvadratın sahəsini istəyir, S bərabər olacaq 9 vur 9, 81 kvadrat metr olacaqdır. Baxaq 72-ci suala. Barqrafda 4 il ərzində bir musiqi məktəbində təhsil alan şagirdlərin sayı haqqında məlumat təsvir edilmişdir. 2021-ci ildə bu musiqi məktəbindəki oğlanların sayı 2023-cü ildə musiqi məktəbindəki qızların sayına neçə demək çoxdur? Əvvəlcə 2021-ci ildə olan oğlanların sayına baxsaq 70 nəfərdir. Çıxacam bundan 2023-də olan qızların sayından. Qızların sayı qırmızı rənglə işarə olunub 50 nəfər. 70-dən 50 çıxana cavabımız olur 20 nəfər. Bilik yarışında iştirak edən 48 şagirddən 12-si yarımfinal mərhələsinə vəsiqə qazanılmışdı. Yarışda iştirak edən şagirdlərin neçə faizi yarımfinalda iştirak edəcək? Yəni mən 12-nin 48-i neçə faizi olduğunu tapmalıyam. 12-ni 48-ə bölüb 100%-ə vuracam. 12-ni 48-ə böləndə 4də 1 eləyir. 4də 1-i də 100%-ə vuranda cavabımız olur 25%. Davam ilə 74 nömrəli tapşırığına müsabiqədə iştirak etmiş şagirdlərin fənlər üzrə faiz göstəricisi diaqramda təsvir edilmişdir. Bu müsabiqədə təbiət fənni üzrə 28 şagird iştirak etdiyinə görə riyaziyyat fənni üzrə neçə şagird iştirak etmişdir? Əvvəlcə təbiət burada boz rəngli hissə ilə ifadə olunmuşdur. 14%, yəni 14%-i əvvəlcə 28 olanda tapmalıyam. Yəni 28-i 100-ə vurub 14-ə bölüb mən ümumi şagirdlərin sayını tapıram ki 200 nəfər imiş. Və burada riyaziyyat fənninə neçə faiz düşəcəyini tapıram. 28, 14, 42, o da 33, 75. Riyaziyyat fənni üçün qalır 25%. Və 200-ün
25%-nə tapsaq, riyaziyyat fənnindən müsabiqədə iştirak edən şagirdlərin sayını tapmış olarıq ki, bu da 50 nəfərə bərabərdir. 75-ci sonuncu suala baxaq. Qrafikdə dağın hündürlüyü və gölün dərinliyi təsvir edilmişdir. Gölün ən dərin yeri ilə dağın zirvəsinin arasında neçə metr hündürlük fərqi var. Dağın zirvəsi buradan baxsaq görərik ki, qrafikdən baxsaq 500 metrdir. 500 metrdən çıxmalıyam mən. Gölün ən dərin yerinin isə -300 metrdir. -300-ü çıxarsam. Burada 2 dənə mənfi işarəsi bir-birini müsbətə çevirəcək. Olacaq 500 + 300. Cavabımız olur 800 metr. Deməli, belə uşaqlar. Mən bugün 25 sualın 25-ini ecranı sizinlə paylaşdım. Gələn dərslərdə görüşənədək hələlik sağ olun.